Salam uşaqlar, hər birinizi xoş gördük. Bugün mən sizlərə müxtəlif mühitlərdə elektrik cəryanı mövzusuna aid 15 suallıq quizin izahını verəcəm. Beləliklə vaxt itirmədən keçən sualların izahına. Deməli uşaqlar bizə birinci sualda deyir ki, verilmiş elektroiddən keçən cəryan şiddətinin zamandan asıllıq diaqramında qeyd olunan nöqtələrə uyğun elektrod üzərində ayrılan maddənin kütlələr arasındakı münasibəti yazın. Deməli uşaqlar biz bilirik ki, elektrolid zamanı elektrod üzərində ayrılan maddənin kütləsi M bərabərdir K vurulsun Q düsturundan tapılır. Q-nün də yerinə IT yazanda K, I, T şəklində olacaqdır. Deməli uşaqlar gördüyümüz kimi bizə cəryan şiddətinin zamandan asıllıq qrafikini verib. İlk öncə düşünək ki, bu maddənin kütləsinin böyük olması üçün nə olmalıdır? Baxın, bu hasil böyük olmalıdır, düzdürmü? Bu hasil nə vaxt böyük olar? Əlbəttə ki, I-nin də, T-nin də ən böyük qiymətlərində. I-nin böyük qiyməti buradır, T-nin böyük qiyməti isə böyük qiymətləri buradır. Bu xətlər gördüyümüz kimi 2 nöqtəsində kəsişdi. Deməli, 2 nöqtəsində kütlə ən böyük olmalıdır. Yəni, 2 bunlardan ən böyük olmalıdır. Elə bir dənə variant qalır əslində. C variantı qalır. İndi ən kiçik qiymətini düşünək. Yenə M bərabərdir K vur, I vur, T düsturunu yazıram. İndi burada elektrod üzərində ayrılan maddənin kütləsinin kiçik olması üçün baxın, bu hasilin kiçik olmaq lazım. Bu hasil də nə vaxt kiçik olar? Gərək cəryan şiddətinin də, zamanın da kiçik qiymətlərini götürək ki, hasil kiçik olsun. Deməli, I-nin kiçik qiymətləri 1-dən 3-dür, T-nin kiçiyi isə 1-dir. Deməli, 1-də də kütlə ən kiçikdir. Onda uyğunlaşdırsaq deyə bilərik ki, 2-də ən böyükdür, 1-də ən kiçikdir. Onda necə olar? M2 böyükdür M3, o da böyükdür M1. İkinci sualımız. Termistor qızdırılarsa voltmetrin və ampermetrin göstərişi necə dəyişər? Deməli uşaqlar, baxın, burada termistor deyilir. Termistor nədir? Yarım keçiricidir, düzdürmü? Yarım keçiricidir. Biz bilirik ki, yarım keçiricilərin müqaviməti temperaturdan tərs mütənasib şəkildə asılıdır. Burada da bir termistorumuz var. Deməli, termistoru nə edirlər? Termistoru qızdırırlar. Yəni, temperatur artır. Temperatur artırsa, termistorun müqaviməti nə edəcək? Azalacaq. Onda biz I bərabərdir, epsilon bölünsün R termistor, üzərinə gəlsin R rezistor. Niyə belə yazıram? Çünki burada bir rezistor var, bir termistor var. Bunlar ardıcıl birləşib. Ona görə ardıcılda ümumi müqavimət tapanı toplayıram. Üstə gəlsin balaca R, yəni daxili müqavimətimiz. Burada, baxın, bu R dəyişmir, bu epsilon dəyişmir, daxili müqavimət dəyişmir. Bax, bu rezistor niyə dəyişmir? Çünki biz bu rezistora heç bir şey etmirik. Onun üçün müqaviməti dəyişmir. Buradan gördüyümüz kimi, bu cəryan şiddəti müqavimətlə necə asılıdır? Tərs mütənasib şəkildə asılıdır. Dedik ki, burada termistorun müqaviməti nə edib? Azalıb, onda cəryan şiddəti artmalıdır. Yəni, cəryan şiddətimiz artacaq. Bəs gərginlik necə olar? EHG-li dövrələrdə gərginlik üçün biz U bərabərdir, epsilon çıxılsın, I vurulsun, balaca R düsturunu yaza bilərik. Buradan gördüyümüz kimi uşaqlar, gərginlik cəryan şiddəti ilə tərsdir, qarşıdakı mənfiyə görə. Dedik ki, burada cəryan şiddəti nədir? Cəryan şiddəti artdı, ona görə gərginliyi azalacaqdır. Deməli, I artar, bax, buradakı voltmetrin göstərişi isə azalar. Doğru cavabımız A variantı. Üçüncü sual. 3 eyni elektrolitik vanna şəkildə göstərildiyi kimi sabit gərginlik mənbəyinə birləşdirilib. A vannasında mis xlor 2 məhlulu, B və C vannasında isə mis xlor məhlulu olduğunu bilərək, bərabər zamanda vannalarda ayrılan misin kütlələrini müqayisə edin. Dedik ki, düsturumuz M bərabərdir, K vurulsun, Q-dür. Buradan da K vur, Q-nün də yerinə I vur, T yazıram. İndi bu K ilə işimiz yox. Digər tərəfdən gəlirəm. Mənə deyir ki, bərabər zamanda vannalarda. Deməli, T-də işimiz yox. Burada
kütlə cərəyan şiddəti ilə necə asılıdır uşaqlar? Düz mütənasib şəkildə asılıdır. Burada hansı cümlə önəmlidir bizim üçün? Deyir 3 eyni elektrolitik vanna. 3 eyni elektrolitik vanna deməyinin belə deyək də səbəbi odur ki, yəni bizə demək istəyir ki, bu vannaların müqavimətləri eynidir. Yəni bunun da müqaviməti nədir? Erdir. İndi baxın biz bu vannalardan keçən cərəyan şiddətlərini müqayisə edə bilsək, kütlələri müqayisə eləmiş olacağıq əslində. İndi diqqətlə baxın. Baxın, bu altdakı B və C vannaları bir-birinə necə birləşib? Ardıcıl birləşibdir, düzdürmü? Ardıcıl birləşmədə cərəyan şiddəti nədir? Eynidir. Məsəl üçün, buradan I qədər cərəyan keçir. Hər ikisindən. İndi fikir verin. Bu ikisi bir-birinə nədir? Ardıcıldır. Düzdürmü? Ardıcıldırsa ümumi müqavimət tapanı nə edirəm? Toplayıram. Elədi buranın müqaviməti R. Yuxarının müqaviməti nə qədərdir? R-dir. Və bunlar bir-birinə paralel birləşib I bərabərdir U böl R-dir. Bax, U ilə işimiz yox. Cərəyan şiddəti müqavimətlə tərs asılıdır, düzdürmü? Yəni, müqavimət az olan yerdən cərəyan çox keçəcək. Yəni, aşağıdan keçən cərəyana I demişəm. Yuxarının müqaviməti aşağının müqavimətindən 2 dəfə kiçik olduğuna görə yuxarıdan keçən cərəyan 2 dəfə çox olacaq. Yəni, aşağı I demişəmsə, yuxarıdan keçən cərəyan 2 qədər olacaq. İndi biz də demişik ki, burada kütlə cərəyan şiddəti ilə düz asılıdır. Baxıram ki, B ilə C ardıcıl birləşib dedik. Hər ikisindən I qədər cərəyan keçir. Ona görə B və C vannalarında ayrılan misin kütlələri bərabərdir. Yuxarıdan keçən cərəyan şiddəti daha çox olduğuna görə orada ayrılan misin kütləsi daha böyük olacaq. Ona görə deyə bilərik ki, A böyükdür, B ilə C bərabərdir. Yəni, cərəyan şiddətlərini də müqayisə eləyəsi olsaq belə olardı. Yəni, A-dan keçən cərəyan daha böyükdür, B ilə C-də isə nədir? Bərabərdir. Çünki ardıcıl birləşiblər. Və kütlə də cərəyan şiddəti ilə düz asılı olduğuna görə eyni ilə buradakı kimi müqayisə olacaqdır. Dördüncü sualımız, gərginliyin sabit qiymətində U bərabərdir konstant. Bizə deyir ki, verilmiş metal, cümləyə fikir verin, metal naqildən keçən cərəyan şiddətinin temperaturuna asılılıq qrafik hansıdır? Belə sualdan topluda yoxdur uşaqlar. İndi bax, bu tip suallar İndi ən azından yolunu bilin, bir də imtahanda qarşınıza çıxar. Biz bilirik ki, cərəyan şiddətinin düsturu I bərabərdir. U bölünsün R-dir. İndi bu da U bölünsün. Müqavimətin yerə nə yazacağım? Metallarda müqavimətin düsturu R bərabərdir. R0 vurulsun. 1 üstə gəlinsin alfa delta T deyilmi? İndi bu U sabitdir. I-nin T-dən asılılıq qrafiki tərs olmalıdır. Amma müəyyən bir qiymətdən başlayaraq doğru cavabımız olacaqdır. D variantı. Bax, buna diqqət edin. Növbəti sualımız 5. Deyir ki, yarımkeçirici diodun volt amper xarakteristikası verilib. Qrafikin 1 və 2 hissələrinə uyğun qoşulmaları müəyyən edin. Deməli, uşaqlar, biz qrafika baxanla bilməliyik ki, bu hissə nə sayılır? Bu hissə düz keçiddir. Yarımkeçiricilərin vaxıdır bu. Bu hissədə nədir? Tərs keçiddir. İndi tərs keçid nədir? Düz keçid nədir? Biz demişik ki, P müsbətə, yəni pozitiv sözündən P müsbətə N mənfiyə qoşulubsa, bu düz sayılır. Düzdürmü? Amma P mənfiyə N müsbətə qoşulubsa, baxın, bu tərs keçid sayılır. İndi gəlin baxalım. Baxıram ki, burada N mənfiyə P müsbətə qoşulub. Deməli, bu düz keçidə aiddir. Yəni, birinciyə aiddir. İkincisi, baxıram ki, N müsbətə P mənfiyə qoşulub. Bu tərs keçiddir. Baxın, bu tərsdir və tərs keçid ikinci hissədir. Bu ikinciyə aiddir. Üçüncüdə baxıram ki, P müsbətə N mənfiyə qoşulub. Düz keçiddir. Bu da hansına aiddir? Birinciyə aiddir. Deməli, birinciyə K ilə V, ikinci hissəyə isə M aiddir. Doğru cavabımız B variantı. 6-cı sual. Elektroliti qızdırdıqda ampermetrin göstərişi və rezistorda ayrılan istilik miqdarı necə dəyişir? Deməli, uşaqlar, baxın, bu suala necə yanaşacağıq? İlk öncə, burada nə deyir? Elektrolit. Elektrolitlərin müqaviməti temperaturdan tərs mütənasib şəkildə asılıdır. Deməli, burada elektroliti qızdırırlar. Qızdıranda bu temperatur nə edir? Temperatur artır. Onda bu elektrolitin, bax, söhbət bundan gedir. Bu elektrolitin müqaviməti nə edəcək?
azalacaq. Bax, bunun müqavimətinə bir Rx desəm, deməli, bunun müqaviməti azaldı. Müqavimət azaldısa, I bərabərdir U bölünsün R-ə görə, R üstə gəlinsin, R yazıram. Bu da E yazıram indeksinə, yəni elektrolit. Çünki bu elektrolitik vanna ilə bu rezistor bir-birinin ardıcıl birləşib, ümumi müqaviməti topladım. Baxın, fikir versəm, mənbənin gərginliyini sabit verib. Bu rezistora biz heç bir şey etməmişik. Bununla müqaviməti dəyişmir. Amma elektrolitik qızdıranda nə etdik? Temperatur artdı, müqaviməti azaldı dedik. Aha, əgər müqaviməti azaldısa, bu ampermetrin göstərişi nə edəcək? Artacaq. Bax, bu artdı. Bu əla. Bu nə edəcək? Artacaq. İndi gəlirəm bu rezistorda ayrılan istilik miqdarına. Biz də bilirik ki, deməli, naqildə ayrılan istilik miqdarını məsəl üçün mən Q bərabərdir I kvadratı RT düsturundan tapa bilərəm məsəl üçün. Bundan da gedə bilərəm və yaxud elə IUT ilə də gedə bilərəm. Fərqi yoxdur. İndi burada bu rezistora biz heç bir şey etməmişik. Yəni, bunun müqaviməti dəyişmədi. Onda QI ilə necə asılıdır? Düz kvadratik şəkildə asılıdır. Yəni, burada cərəyan şiddəti artdığına görə, yəni dövrədə cərəyan şiddəti artdığına görə, bu rezistorda ayrılan istilik miqdarı nə edəcək? Artacaq. Demək, hər ikisi artar, doğru cavabımız A variantı. Vakuum diodunun volt amper xarakteristikası müəyyən edin uşaqlar. Bunu baxanla qrafikə tanımaq lazımdır ki, bu C variantıdır. Birincisi elektrolitlərə aiddir. Elektrolitlərdə volt amper xarakteristikası bu şəkildə olur. İ'nin U-dan asılılığı, düz asılı sıfırdan başlayırsa bu metallara aiddir. Belə bir volt amper xarakteristikası da yoxdur. Üçüncüsü də nədir? Vakuumdur. Vakuum diodunun volt amper xarakteristikasıdır. 8 nömrəli sualımız uşaqlar. 8 nömrəli sualda bizə nə deyir? Deyir ki, vakuum diodunda katodla anod arasındakı potensiallar fərqini 3 dəfə artırsaq, bu U-nu potensiallar fərqi dediyi gərginlikdir. Yəni, bunu 3 dəfə artırsaq, doyma cərəyan şiddəti və elektronların kinetik enerjisi necə dəyişər? Doyma cərəyan şiddətinin düsturu I doyma bərabərdir. Q bölünsün T'dir. Q-nün də yerinə N vur Y yazsam, N vur Y böl T'dir. Gördüyümüz kimi burada doyma cərəyan şiddəti katoddan qopan elektronların sayından asılıdır. Yəni, burada ancaq biz doyma cərəyan şiddətini nə edə bilərik? Katodu qızdırmaqla, yəni temperaturunu artırmaqla biz doyma cərəyan şiddətini dəyişə bilərik. Nəyə görə? Çünki biz katodu daha çox qızdırsaq, oradan daha çox elektron qopur və çıxan elektronların sayı çox olanda doyma cərəyan şiddəti də artar. Amma hal-hazırda bu halların heç birisi olunmur. Yəni, burada sadəcə gərginliyi 3 dəfə artırırlar və nəticədə burada doyma cərəyan şiddəti nə edəcək? Dəyişməyəcək. Bəs kinetik enerjiyə gəlsəm, biz bilirik ki, vakuum diodunda katoddan elektronu qoparmaq üçün lazım olan enerji nə idi? Çıxış idi və biz hər deyəndə katoddan elektron qopara bilmərik. Şərtimiz nə idi? Kinetik enerji çıxış işindən böyük və ona bərabər olmalı idi ki, biz nə edə bilərik? Katoddan elektronu qopara bilək. İndi bərabərlik halına görə yazsam, buradan yazaram W kinetik bərabərdir A çıxışa. Çıxış işində yerinə Y vurulsun U yazıram. Baxıram ki, kinetik enerji potensiallar fərqindən, yəni gərginlikdən düz mütənasib şəkildə asılıdır. Və nəticədə biz potensiallar fərqini 3 dəfə artıranda kinetik enerjində nə eləmiş oluruq? 3 dəfə artırmış oluruq. Yəni dəyişməz 3 dəfə artar. Doğru cavabımız C variantı. 9 nömrəli sual. Elektroliz zamanı 40 saniyə ərzində katodda 18 milliqram maddə ayrılmışdır. Yəni kütləmiz var, 18 milliqramdır. Maddənin elektrokimyəvi ekvivalenti 0,18 milliqram böl kulon olarsa, I0-ın qiymətini hesablayın. İlk öncə uşaqlar, baxın, bu bizə verilən qrafiki bir analiz eləməyə çalışaq. Nədir bu? Cərəyan şiddətinin zamandan asılılıq qrafiki. Nə demişik? Cərəyan şiddətinin zamandan asılılıq grafikində qrafikin altında qalan, baxın, bu sahə bizə nəyi verəcəkdir? Elektrik yükünü verəcəkdir. Q bərabərdir S fiqur.
Məndən nə soruşur? Bax, bu cərəyan şiddətinin qiymətini. Bu hansı fiqurdur? Üçbucaqdır. Üçbucağın sahəsi necə tapılır? Tərəflərin hasilinin yarısı. Yəni, bu üçbucağın bir tərəfi i0-dır, digər tərəfi 40-dır. Bölünsün 2 nəyə bərabər olmalıdır? Q-yə. Fikir verin indi. Məndən nəyi soruşur? i0-ı soruşur. Deməli, mən i0 tapmaq üçün Q-nü bilməliyəm. Onda şərtdə verilənlərə əsasən hesablama aparıram. M bərabərdir, K vurulsun Q-dür. Buradan Q-nü tapıram. Olurmu? M bölünsün K. Deməli, kütləmiz 18 milliqramdır. Bölünsün K isə 0,18 milliqram bölünsün kulondur. Milliqram bölünsün kulondur. Buradan da milliqramla ixtisar gedir. 18-i 0,118-ə böləndə deməli 100 kulon almış oluruq. Gətirib bu ifadədə yerinə yazsaq, bu 2 ilə 40 ixtisar getdi, 20 qaldı. Buradan 20 i0 bərabərdir 100-ə. Deməli i0 nə alınacaq buradan? 5 amper alınacaqdır. Doğru cavabımız B variantı. 10 nömrəli sual. Verilmiş elektrik sxemində K açarını qapadıqda hansı lampalar tam işıqlanır? İlk öncə uşaqlar, yarım keçirici diodun bilirik ki, işarəsi bu şəkildədir. Və həmişə demişik ki, yarım keçirici diod cəryanı bax, ucu şiş istiqamətdə buraxır və yarım keçirici diod bir tərəfli keçiricə malikdir. Yəni, əksinə cəryan keçirmir. Yalnız, bax, bu diodun, yarım keçirici diodun, bax, bu ucu şiş istiqamətdə cəryanı neynir? Özündən buraxır. İndi mən bu K açarını bağlayıram. K açarını bağlayanda amma müsbətdən cəryan gəlməyə başlayır. Düzdür, mənfi axmağa başlayır. Deməli, müsbətdən gələn cəryan bura çatanda görür, burada bir dənə yolu var. Və görür ki, diod düz qoşulub. Yəni, birinci diod cəryanı buraxdı, keçdi. Bu lampadan da cəryan keçir. Gəlir, bura çatanda görür ki, bu diod da düz qoşulub. Yəni, bu diod da cəryanı bu istiqamətdə buraxır. Və buradan gələn cəryan gəlir, mənfi qütbə çata bilir. Mənfi qütbə çata bildiyinə görə bu lampa işıqlanır. İndi gedək yuxarı. Yuxarıya gedən bu cəryan gəlir, bura çatanda dönür bura. Görür ki, bu diod tərs qoşulub. Ona görə bu diod cəryanı buraxmır. Və bu diod da cəryanı buraxmadığına görə bu lampadan cəryan keçmir. Gəlirəm indi yuxarı. Yuxarı gələn cəryan gəlib bura çatır. Görür ki, bu diod da tərs qoşulub. Bu diod da özündən cəryanı buraxmadığına görə bu lampa da yanmır. Yuxarı gələn cəryan, uşaqlar bax, indi burada çaşırlar. Yuxarı gələn cəryan, görür ki, birinci diod düz qoşulub və özündən cəryanı buraxdı. Və buradan gələn cəryan bu lampadan keçir. Uşaq elə bilir ki, bu lampadan cəryan keçdisə, bu lampa yanacaq. Amma uşaqlar, bir lampanın işıqlanması üçün mütləq cəryan müsbət qütbdən gəlib mənfi qütbə çatmalıdır. Yəni, dövrə qapanmalıdır ki, bu lampa işıqlansın. Və buradan keçən cəryan gəlib bura çatanda görür ki, diod tərs qoşulub. Və bu diod özündən cəryanı buraxmadığına görə, bax, bura cəryan gələ bilmir. Gələ bilmədiyinə görə də dövrə qapanmır. Ona görə baxın, bu lampa da yanmır. Yanan hansı lampa oldu? Yalnız 4 lampası oldu. 11 nömrəli sual. Qaz boşalmasının voltamper xarakteristikası verilmişdir. Elektronların kinetik enerjisi minimum nə qədər olmalıdır ki, müstəqil boşalma baş versin? Deməli, uşaqlar, biz bilirik ki, grafikin, bax, bura qədər hissəsi qeyri-müstəqil qaz boşalmasıdır. Bax, buradan o yanı nədir? Müstəqil qaz boşalmasıdır. Mənə deyir ki, kinetik enerji minimum nə qədər olsun ki, müstəqil boşalma baş versin? Gördüyümüz kimi, müstəqil boşalmanın baş verdiyi gərginlik 150 voltdur. Onda yazıram, U bərabərdir 150 volt. Yenin də qiyməti var, enerjisini soruşur. Dediyimiz kimi, burada uşaqlar, yenə də biz W kinetik bərabərdir, Y vurulsun, U düsturundan istifadə eləyə bilərik. Buradan hesablama aparsaq uşaqlar, deməli W kinetik bərabərdir, Y-nin qiyməti 1,6 vurulsun 10 üzəri mənfi 19-dur. Vurulsun U da nə qədərdir? Deməli 150-dir.
150-ni 1,6-ya vuranda alırıq ki, 240 vurulsun 10 üzəri mənfi 19 joule. Bu da bərabərdir. 240-ı mən 24 vurulsun 10 yazsam, onu 10 üstü mənfi 19-a vuranda 10 üstü mənfi 18 joule edir. Bunu da mən 2,4 vurulsun 10 üzəri mənfi 17 joule yaza bilərəm. Doğru cavabımız A variantı. 12 nömrəli sual uşaqlar. Deyir, fotorezistorun üzərinə düşən işığın intensivliyi artarsa, lampaların parlaqlığı necə dəyişir? İlk öncə fotorezistorun nə olduğunu bilməliyik. Fotorezistor nədir? Yarım keçiricidir. Bunu təyin eləməliyik. Və digər tərəfdən bilirik ki, yarım keçiricilərin müqaməti temperaturdan tərs asılıdır. Buna nədir? Fotorezistordur. İndi əsas məsələ. İşığın intensivliyini artırmaq nə demək uşaqlar? Deməli, işığın intensivliyini artırmaq o deməkdir ki, bu fotorezistorun üzərinə düşən işıqların sayını artırırıq. İşıqların sayı artdıqca bu fotorezistor qızmaz mı? Qızar, düzdür. Bax, bu fotorezistor qızar. Yəni, temperaturu artar. Temperaturu artdısa, fotorezistorun müqaməti azalar. Onda ikinci üçün cərəyan şiddətini belə yazarıq. I2 bərabərdir U bölünsün R fotorezistor. İndi qulaq asın, diqqətlə bura. Deməli, burada mənbənin gərginliyi dəyişmir. Deməli, U ilə işimiz yox. Cərəyan şiddəti müqamətlə tərsdir. Fotorezistorun müqaməti azaldı. Onda belə çıxır ki, fotorezistordan keçən cərəyan artdı. Yəni, bax, buradan gələn cərəyan artdı. Buradan gələn cərəyan artdığına görə bu lampa işıqlanacaq. Yəni, parlaqlığı daha da artacaq. Çünki bu ikinci lampa üzərindən keçən cərəyan artdı. Ona görə ikinci lampada parlaqlıq artar. Bəs birinci lampa üçün yazsam, deməli, buradan yazıram ki, I1 bərabərdir U bölünsün. İndi bu lampa hara qoşulub? Bu rezistorun yanına qoşulub da. Bunun da müqamətinə R deyirəm. U bölünsün R. İndi burada da uşaqlar fikir verirsinizsə, bu mənbənin gərginliyi dəyişmir. Və biz, baxın, bu rezistora heç bir şey etmədik. Ona görə onun müqaməti də dəyişməz. Nəticədə bu rezistor üzərindən keçən cərəyan dəyişmir. Bu rezistordan gələn cərəyan həm də lampadan keçir axı. Bu cərəyan dəyişmədiyinə görə bir lampasının parlaqlığı dəyişməz. Amma iki lampasının parlaqlığı artar. 13 nömrəli sual uşaqlar. Deyir ki, elektrodlar arasındakı gərginlik 30 volt olduqda U bərabərdir 30 volt olduqda elektrolizə sərf olunan enerji W bərabərdir 3 megajoule. 1 megajoule 10 üstü 6 joule. Onda 3 megajoule olacaq. 3 vurulsun 10 üzəri 6 joule. Elektrod üzərində toplanan maddənin kütləsi M bərabərdir 300 qram olarsa, bu maddənin elektrokimyəvi ekvivalentini hesablayın. Yəni, bizdən kanı soruşur. Uşaqlar, bax, burada nə edəcəm mən? Belə bir şey eləyəcəm. A bərabərdir QU düsturu yoxdurmu? Bunu enerji üçün də yaza bilərəm. W bərabərdir Q vurulsun U. Buradan da W bərabərdir elektrokimyəvi ekvivalent üçün düsturumuz, yəni maddənin kütləsi üçün düsturumuz M bərabərdir K vur Q-dür. Buradan Q-nü tapanda nə olur? M bölünsün K olur. Gətirib burada Q-nün yerinə mən M bölünsün K yazsam, vurulsun U şəklində olacaq. Buradan da K-nı tapanda olur. M vur U bölünsün W. Yerinə qiymətləri yazağım. Deməli, M nə qədərdir? 300 qramdır. Elə belə də saxlayıram. 300 qram. Vurulsun gərginlik 30 bölünsün. Enerjimiz isə 3 vurulsun 10 üzəri 6-dır. Bundan bu ixtisar gedir. 3000-i 10 üstü 6-ya böləndə 3 böl 10 üstü 3. O da 3 vur 10 üstü mənfi 3-dür. Deməli, 3 vurulsun 10 üstü mənfi 3. Deməli, nə alınır? Qram bölünsün kulon alınır.
Bu da 10 üstü mənfi 3 də bizə millini verir. Cavabımız olacaq 3 milliqram bölünsün kulon. Doğru cavabımız D variantı. 14 nömrəli sual uşaqlar nədir? Deyir ki 100 dərəcə Selsi temperaturda metal naqilin müqaviməti 15 ohmdur. Demişik ki ixtiyari temperaturdakı müqavimət R ilə göstərilir. Bunu da bizə verib 15 ohm. Deyir ki 0 dərəcə Selsi temperaturda müqavimət hesabla. 0 dərəcə Selsidəki müqavimət isə R0'dır. Bizdən bunu soruşur. Biz də bilirik ki metalların müqaviməti R bərabərdir. R0 vurulsun, 1 üstə gəlinsin, alfa delta T düsturu ilə təyin olunur. Buradan da biz R0'ı hesablasaq, R0 bərabərdir, R bölünsün, 1 üstə gəlinsin, alfa delta T olacaqdır. Burada R'in qiyməti 15 bölünsün, 1 üstə gəlinsin, alfamız deməli neçədir? %5, daha doğrusu 1000-5 vurulsun. Deməli temperatur dəyişməsi də 100'dür. Vurulsun 100 bərabərdir. Buradan da nə alınırıq biz? Deməli 1000 ilə 100 gedir. Burada 10 qalır. 5 10'a böləndə 0.5 üstünə də 1 gəlir 1.5. Deməli alıram ki 15 bölünsün 1.5. 15'i də 1.5'ə böləndə cavabımız olacaqdır 10 ohm. Doğru cavabımız Y variantı. Və uşaqlar nəhayət sonuncu sualımıza çatdıq. Deyir ki, uyğunluğu müəyyən edin. Deməli, təmiz yarım keçirici var, donor aşkarlı yarım keçirici var, bir də akseptor aşkarlı yarım keçirici. İstəyirəm bu qısa bir məlumat verin bunun haqqında. Deməli, uşaqlar biz bilirik ki, yarım keçiricilər əsasən Mendeleyev cədvəlinin 4-cü, 5-ci və 6-cı yarım qrup elementləridir. Bir silisyum götürək və silisyum üzərində izah edeyim uşaqlar bunu mən sizə. Donor aşkar nədir? Akseptor aşkar nədir? N-tip, P-tip yarım keçirici nədir? Deməli uşaqlar, bir silisyum 4-cü qrup, 4-cü yarım qrup bir element götürək. Tutaq ki, buna aşkar olaraq 5-ci qrup bir element gətiririk. Düzdürmü? İndi nə fikir verək? Təmiz halda, yəni təmiz bir yarım keçirici düşünsək, təmiz nə demək? Yəni aşkarsız yarım keçirici düşünsək, təmiz yarım keçiricidə hər zaman elektronların sayı ilə deşiklərin sayı bərabər olur. Bu birinci növbədə. Təmiz yarım keçirici, yəni aşkarsız bir yarım keçiricidə. İndi bax bu silisyuma ev sahibi kimi baxın. Bax bu ev sahibidir sanki. Bu da nədir? Qonaqdır. Qonaq gəlir, düzdürmü? Ev sahibi, yəni evə gəlir. Qonaq gedir. Fikir verin, ev sahibinin 4-cü qrup element olduğuna görə xarici elektron təbəqəsində bunun hal-hazırda 4 dənə elektronu var. Qonaq gələnin isə 5 elektronu var. Nə baş verməlidir? Ev sahibi bu gələn qonaqdan 1 elektronu alır. 1 elektronu aldı mı? Nəhayət bu ev sahibi elektronu aldısa, bəyək elektron sayı deşik sayına bərabər idi. İndi 1 elektronu aldısa nə baş verəcək? Elektronların sayı artdı və nəhayət deşiklərin sayından böyük oldu. Hansı hansından böyükdürsə o əsas yarım keçirici sayılır. Məsəl üçün, burada elektron deşiklərdən böyük olduğuna görə, burada əsas yük daşıyıcı elektrondur, qeyri-əsas yük daşıyıcı deşikdir. İndi fikir verin. Burada elektron sayı artdığına görə, yəni elektron sayı artıqlıq yaratdığına görə, yəni mənfilər çox olduğuna görə biz buna deyəsik N-tip keçiricilik. N negativ sözüdür, yəni mənfi. Mənfilərin sayı çox olduğuna görə biz buna deyirik N-tip yarım keçirici. N-tip yarım keçirici. İncə fikir verək. Bu nə oldu? Qonaq ev sahibinə elektron verdi. Verdiyinə görə bu nə sayılacaq uşaqlar? Donor aşkar sayılacaq. Bax, bu oldu donor aşkar. Deməli, donor aşkar N-tip yarım keçiricilikdir. İndi yenə belə düşünək. Bir silisyumumuz var yenə. 4-cü yarım qrup elementimizdir. Tutaq ki, buna qonaq olaraq özündən kiçik valentli bir element gəlir. Məsəl üçün, tutaq ki, 3-cü qrup. Bu nə deməkdir? Bu yenə də ev sahibidir. Ev sahibidir. Bu qonaqdır. Düzdürmü? Hal-hazırda bunun, baxın, hal-hazırda bunun xarici elektron təbəqəsində dedik ki, nəyi var? 4 dənə elektronu var.
Gələnin neçə dənədir? 3 elektronu var. İndi fikir ver, nə baş verməlidir? Gələn qonaq görür ki, ev sahibində məsələn 4 dənə elektron var, özündə 3 dənədir, düzdürmü? Deyir, birini ver mənə. Birini aldı. Gələn qonaq ev sahibindən bir elektronu aldı. Və nəticədə nə baş verdi? Silisiumda təmiz halda elektron sayı deşik sayına bərabər idi. Amma ev sahibi bir elektronunu verdi. Elektronu verdiyinə görə artıq burada deşiklər sayı elektron sayından çox oldu. Yəni artıq burada deşiklərin sayı elektronların sayından böyükdür. Deşiklərin sayı elektron sayından böyük olduğuna görə deməli artıq burada əsas yük daşıyıcı deşikdir, qeyri-əsas yük daşıyıcı elektrondur. İndi deşiklər müsbətlərdir, elektronlar mənfilər. İndi müsbətlər mənfilərdən çox olduğuna görə biz buna deyəsik P-tip yarım keçirici. P-tip. Çünki pozitiv müsbətlər daha çoxdur. İndi nə baş verdi? Fikir ver, bu gələn qonaq bunu qəbul elədi. Qəbul eləyirsə biz buna deyəsik akseptor aşkar. Deməli, akseptor aşkar P-tip keçiriciyə malikdir. Başa düşdünüzmü? Yəni burada müsbətlərin sayı daha çoxdur. Onda gəlin uşaqlar uyğunlaşdıraq. Uyğunlaşdırsaq necə olacaq? Bir variantla gedək. N-tip keçiriciyə malikdir. Bu donor aşkara aid oldu. A bura getdi. P-tip yarım keçiriciyə malikdir. Akseptor aşkara getdi. B buradadır. Əsas yük daşıyıcıları deşiklər, qeyri-əsas yük daşıyıcıları elektronlardır. Hansında oldu? Deşik sayı elektron sayından çox oldu. Bu oldu. Deməli, akseptor aşkarda. Ona görə C getdi bura. Əsas yük daşıyıcıları elektronlar, qeyri-əsas yük daşıyıcıları deşiklərdir. Deməli, bu N-tip yarım keçiricilərdə oldu da. Yəni, donor aşkarlardır. Ona görə D variantı getdi bura. Elektrik keçiriciliyi eyni sayda sərbəst elektronlar və deşiklər tərəfindən yaranır. Yəni, elektron sayı deşik sayına bərabərdir. Bu da təmiz yarım keçiricilərdə. 1-ə Y, 2-ə AD, 3-ə BC. Doğru cavabımız Y variantı. Belə şairlər maraqlı suallar idi. Hamısını ətraflı izah eləməyə çalışdım. Ümidvaram ki, sizlər üçün bir əhəmiyyəti olmuş olar. Belə şairlər növbəti video izahlarda görüşənə qədər özünüzə yaxşı baxın. Sağ olun, sağlıqlı qalın.